Qərbi Azərbaycanın tarixi, aşıq sənəti, xalçaçılıq ənənələri, milli mətbəxi və zəngin folklor nümunələri. Bütün bunlar 55 dəqiqəlik yaddaşlarda yaşayan Vətən filmində öz əksini tapdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə təqdim olunan ekran əsəri Qərbi Azərbaycandan məcburi köçkün düşmüş Azərbaycanlıların zəngin mədəni irsinə, Aşıq Ələsgər və Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilib. Filmdə Qərbi Azərbaycan həqiqətləri və doğma torpaqlara sülh yolu ilə qayıdış ideyası ön plana çıxır. Bu xəritədən də gördüyümüz kimi burada bir dənə də olsun erməni kəndi və erməni yaşayış məntəqəsi yoxdur. Çox təəssüf ki, sonuncu deportasiya zamanı 1987-1991-ci illərdə Qarabağ münaqişəsi başlayan zaman bu ərazidən Azərbaycanlı əhali sonuncu nəfərinə qədər qovulub çıxarıldılar və bu kəndlərin hamısı ermənilər tərəfindən qəsb edildi və dəhşətli faktorundan ibarətdir ki, hətta bu kəndlərin, Azərbaycanlıların qovulub çıxarıldığı bu kəndlərin əksəriyyətində bu gün insan yaşamır. Və bu təbii ki, bəşəri cinayətdir. Ekran əsərində təkcə soydaşlarımızın ata-baba yurtlarından qovulması yox, həm də tarixi və mədəni irsimizin məhv edilməsi və saxtalaşdırılması ilə bağlı faktlar da geniş şəkildə əks etdirilir. Bu göy məsciddir. 1760-1766-cı illərdə Hüseyn Əlaxan tərəfindən tikilən böyük məsciddir və yeganə bizim İrəvanda tarixi abidəmizdir ki, bu günə qədər də bu məscid qalmaqdadır. Təəssüf ki, ermənilər bunu Fars məscidi kimi qeyd edirlər. Filmdə erməni saxtakarlığı nəticəsində tarixi toponimlərin dəyişdirilməsi prosesi də izləyicilərə təqdim olunur. Bu Göyçə gölüdür. Eyni zamanda Göyçə gölü dəfələrlə təbii ki, qonşularımız tərəfindən, qonşu ölkənin xalqı tərəfindən dəyişdirilsə də, Rus sərhədçiləri onu burada Göyçə gölü olaraq belirləyirlər. Deməli, Göyçə gölünün adı sübut edir ki, bu torpaq Azərbaycanlılardır. Və ya onun yanında Eçməyəçisin deyirlər, amma üç müəllisindir, üç müəllisin. Və ya İrəvan qəzası və mənim doğulduğum, mənim ana vətənim Dərələyəz. Dərələyəz bu ətrafda, İrəvan ətrafında yerləşir. Sonradan ermənilər onu haqsız yerə Vatsazor, Bifetmazor və sair digər adlarla adlanır. Filmin İsveçli rejissoru Mikael Silkeberg ekran əsərində tarixi həqiqətlərlə yanaşı, insanın vətənindən ayrı düşsə də, onu xatirələrində, sənətində, musiqisində və nəsildən nəsilə ötürdüyü ənənələrdə necə yaşatdığını təsirli şəkildə izləyiciyə təqdim edir. Even if people are come from a place, İnsanlar harada yaşayırlarsa yaşasınlar, onların kimliyi və mənəvi bağlılığı öz kökləri ilə əlaqəli qalır. Bu mövzu mənə də çox yaxındır. Əslən İsveçdən olsam da Danimarkada böyümüşəm və həmişə öz kimliyimi axtarmışam. Bu filmdə göstərmək istəyirdim ki, məhz bax bu həqiqət var. Müxtəlif mədəniyyətlər arasında oxşarlıqlar var və hər bir insanın köklərinin bağlı olduğu bir məkan da mövcud. Məsələn, Qərbi Azərbaycanda aşıq sənətinin mənşəyi və formalaşdığı mühit bunu aydın şəkildə göstərir. Elə filmin ən maraqlı tərəfi də məhz aşıq ənənəsidir. Maraqlıdır ki, bu ənənə mənə bizim xalq musiqisi ənənələrimizi çox xatırladır. Həm ifa üslubu, həm də istifadə olunan musiqi alətləri arasında diqqət çəkən oxşarlıqlar mövcuddur. Bu bənzərliklər sayəsində mən həmin mədəniyyəti, onun tarixini və dəyərlərini daha yaxşı anlayıram və yaşadıram. 100 illərdir ermənilərin dünyaya car çəkdiyi əsl Azərbaycan Oğuz türklərinin vətənini işğal etdiklərini, o torpaqlar bizim dədə-baba torpaqlarının olduğunu sübut etmək üçün bir vasitə idi. Bəli, biz yol idi, çıxış idi. Təbii ki, bizim bu yolu, bu çıxışı təmin edən İsveçli rejissor təqdirə layiqdir. Biz orada sözümüzü deyə bilmişik. Bu film dünyanın bir çox yerlərinə nümayiş etdiriləcəkdir və mən əminəm ki,
Qərbi Azərbaycan həqiqətlərini dünyaya yaya biləcək. Film izləyən hər kəsdə qarışıq hisslər yaratdı. Kimisi keçmiş günləri xatırladı, kimisi isə şirin xatirələrə qərq oldu. Bu film bizim Qərbi Azərbaycandan köç edən insanların milli kimliyidir. Bu artıq dünya xalqlarına orada da bir mesajdır ki, bu xalqın tarixi olub, ənənəsi olub, keçmişi olub, folkloru olub, mətbəxi olub və bu gün də bu folklor, bu mədəniyyət yaşayır. Fakt odur ki, biz orada yaşamışıq çıxan dövrdə. Bir də o yaşaya-yaşaya o ənənələri yaşatmışıq. Artıq bugünkü gündə bu filmin dili ilə həm yaşadıq, həm göstərdik. O torpağın əsl sahibləri olan yerli Azərbaycan əhalisinin, onların adət-ənənəsi, məişət həyatı, o cümlədən mənəvi həyatı, mənəvi dünyası çox gözəl şəkildə təqdim olunub. Xüsusilə bizim Xalça Muzeyindən, İncəsənət Muzeyindən, o cümlədən bizim Milli Musiqi Akademiyasından olan mütəxəssislərin Qərbi Azərbaycanla bağlı təqdim etdikləri materiallar, söylədikləri fikirlər doğrudan da ürək açanıdır və bir növ biz xəyalən də olsa o torpağa qayıtdıq. Çıxışlarda belə filmlərin milli yaddaşın qorunması baxımından mühüm rol oynadığı bildirildi və bu cür ekran əsərlərinin sayının artırılmasının vacibliyi vurğulandı. Aygün Şirnova, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan Televiziyası.